Sənət əsərlərində neçə dramatik vəziyyət var? Oxuduğumuz romanlarda, izlədiyimiz filmlərdə, baxdığımız tamaşalarda neçə dramatik vəziyyətin olduğunu müzakirə edəcəyik. Heyvanat aləmindən fərqli olaraq insan cəmiyyətində konfliktlər növlər arasında deyil, eyni növ arasında yaşanır. Bu günə qədər insan növü neçə formada qarşıdurmada, konfliktdə iştirak edib və edir? Sözsüz ki, bu sual ilk dəfə həyatın güzgüsü olmağa iddia edən sənət aləmində formalaşıb. Və Carlo Cocci, Schiller, George Polti kimi sənət adamlarını mövcud dramatik vəziyyətləri saymağa məcbur edib. Ötə İtalyan dramaturqu Coccinin 36 dramatik vəziyyəti saydığını, Schiller'in daha çoxunu axtardığını, amma tapmadığını deyirdi. Fransız yazıcısı Polti isə 36 dramatik vəziyyət kitabını yazaraq bu vəziyyətləri bir-bir şərh etməyə çalışmışdı. Sənət əsəri emosiyalarla düşündürən bir yaradıcılıq məhsuludur. Əgər onun emosional gücü yoxdursa, öz ətrafında Walter Benjamin'in aura dediyi cazibədarlığı yaratması da çətin olacaq. Dramatik vəziyyətlərin sənətdə keçdiyi yol Afina və Sparta arasında baş verən Penopolis müharibəsindən əvvəl qədim Yunanistanın Attika bölgəsində başlar. Bu dövrdə Attikada dramaturgiyanın iki əsas növü olan faciə və komediya janrında əsərlər yazılır. Daha sonra bu yol Renesans çağında Avropada orta əsrlərlə modern dünya arasında mədəni keçiddən keçir və Schopenhauer'in, Darwin'in, Marx'ın ideyaları ilə bağlı olan Ibsen'ə qədər uzanır. Təxminən 25 əsr davam edən bu zaman ərzində dramatik vəziyyətlərin sayı dəyişilməz olaraq qalıb. Sənətin dramatik vəziyyətlərə olan ehtiyacını ilk dəfə Aristotel araşdıraraq belə bir fikrə gəlmişdi ki, dramatik konfliktlər vasitəsilə tamaşaçılar duyğulardan arınır. Katarsis adlanan bu arınma ilə tamaşaçı dram əsərində bastırılmış duyğularının ifşasını seyr edərək onların psixoloji gərginliyindən qurtulurdu. Aristotelə görə dramatik vəziyyətlərin seyri həm də tamaşaçıda empatiya hissi yaradırdı. Hamletə baxıb özünü Hamletin yerində təsəvvür edə bilməyən bir tamaşaçını təsvir etmək mümkündürmü? Hətta bu gündə tibb və təhsildə dramatik vəziyyətlərin bu cür müalicəvi, sosial təsir gücündən geniş istifadə olunur. Yəni dramatik vəziyyət sənətin əlinə düşdükdə estetikləşir. Estetika isə xilas edir. Dramatik vəziyyətlərin sayı sənətdə 36 deyil, daha çox olsaydı, bəlkə də dünya mənəvi psixoloji baxımından daha təmiz bir yer olardı.